Bəli, dəyərli izləyicilər, sizlərə elə bir evin təqdimata gəlmişəm. 2 sotdan da artıqdır. Həyətə 2 maşın rahat gedir. 4 otaq 150 kvadrata yaxın bir evdir. Qaz işığı, suyu da quyu suyu. Bütün yəni sayğacları var. Bir stardadır, düz Astanovkada. Baxın, düz Astanovka. 160 nömrəli avtobusdur. 160-ın Astanovkasıdır. Plusdakı evimiz də bax burada, bu qapıdır. Üzbəüz qapı. Yəni düz Astanovkada meyvə tərəvəz, mağazinlərin bol olduğu yerdə 4 otaqlı ev dəyərindən ucuz deyirik həqiqətən. Yəni bu qiymətə belə bir ev tapmaq mümkünsüz bir şeydir. 4 otaq, 2 sotdan da artıq 78 min manat. İndi evimizin daxili ilə tanış olaq. Evimizin yəni digər tərəfindən də hardasa metrdən də çox 2 metrəyə yaxın bir ərazi boşluğu var. Yəni oradan da keçmək mümkündür. Evin daxili. Üzr istəyirəm dəyərli izləyicilər, 4 otaq demişəm çaşıb. Yəni 3 otaqlı evdə, amma çox genişdir. Arsa yəni bu boyda ev hər yerdə 4 otaq olur. Girdik. Belə qonaq otağı. Yəni 140 kvadrata yaxın bir evdir. Sadəcə 3 otaq. Bu bir yataq otağı. Otaq ölçüləri genişdir həqiqətən. Belə bir sanitar qoşa daşından tikilib ən əsas. Yəni onu da qeyd edirəm və bu da digər yataq otağımız. Bəlkə də bu da qonaq otağı sayma olar. Belə bir yataq otağı olmaz. Elə bunu qonaq otağı sayarıq, bunu yataq otağı sayarıq. Yəni çox böyükdür, evin böyüklüyünə söz yoxdur. İnterneti, qaz işığı, hər şey var. Mətbəx mebelinəcən hər şey yığılıbdır. Yerimizdə laminatdır. Qiymət 78 min. Tələsin dostlar. Düz Astanovkanın dibində.